Salam əziz dostlar, dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizləri Fransanın Strasburg şəhərindən salamlayıram. Bugün 20 aprel tarixində Avropa Şurası Parlament Assambleyasının yaz sesiyası öz işinə başladı. Sesiya ayın 26-sına qədər davam edəcək və bu müddət ərzində Avropanın və dünyanın gündəmində olan ən mühüm siyasi və təhlükəsizlik məsələləri məhz burada müzakirə olunacaq. Bugünkü açılış iclasında Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Petra Bayer beynəlxalq vəziyyətin getdikcə daha da gərginləşdiyini açıq şəkildə ifadə etdi və qeyd olundu ki, artıq dünyada beynəlxalq hüquq normaları ya pozulur, ya da selektiv şəkildə tətbiq olunur. Demokratik prinsiplər sınaq qarşısındadır. İnsan hüquqları isə bəzi hallarda universal dəyər kimi yox, məhz seçimli yanaşma kimi təqdim edilir. Bu, əslində son illər bütün dünyada müşahidə etdiyimiz ikili standartların açıq şəkildə etirafıdır. Bu dəfəki sesiyanın gündəliyi də kifayət qədər genişdir. Yaxın Şərqdə davam edən vəziyyət, xüsusilə İran ətrafında artan hərbi gərginlik və regionda sülh və sabitliyin qorunması məsələsi bugün əsas müzakirə mövzularından biridir. Digər vacib istiqamət isə təbii ki, Ukrayna ilə bağlıdır. Rusiyanın aqressiyasına hüquqi qiymət verilməsi və xüsusi tribunalın yaradılması məsələsi burada yenidən gündəmə gətirilir. Bununla yanaşı, beynəlxalq terrorizmin maliyyələşdirilməsi ilə mübarizə, cinayət gəlirlərinin müsadirəsi, belə siyasi şəxslərə qarşı zorakılıq və nifrət dili, din və etiqad azadlığının qorunması kimi vacib məsələlər də bugün müzakirə olunacaq. Qadınlara qarşı zorakılıqla mübarizə və Beynəlxalq İstanbul Konvensiyasının icrası ilə bağlı ayrıca debat da keçirilməsi gözlənilir. Avropada ölüm hökmünün tam ləğvi məsələsi də bugün diqqət mərkəzindədir. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinə yeni hakimlərin seçilməsi proseduru, əmək istismarı, sosial dumping və müəllif hüquqlarının qorunması kimi bir sıra mövzular da bugün Aşpanın gündəliyində yer alıb. Amma bütün bu geniş gündəmin fonunda təbii ki, bizim üçün ən əsas və vacib məsələlərdən biri Cənubi Qafqaz regionudur və Azərbaycan və Ermənistan arasında sülh prosesidir. Bugün bu məsələ regionun gələcəyini müəyyən edən əsas amildir. Məhz Azərbaycan artıq post-münaqişə dövründə öz mövqeyini aydın şəkildə ortaya qoyub. Sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində konkret addımlar atılıb. Amma buna baxmayaraq, bəzi dairələr bu prosesi ləngitmək və ya manipulyasiya etmək niyyətindədir. Xüsusilə də iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri fonunda bu mövzunun yenidən siyasi alətə çevrilməsi ehtimalı kifayət qədər yüksəkdir. Digər mühüm məsələ isə bugün Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı aparılan beynəlxalq təbliğat kampaniyasıdır. Söhbət konkret olaraq Ruben Vardanyan, Arayik Harutyunyan, Bako Saakyan və digərlərindən gedir. Məhz bu şəxslər Azərbaycan qanunvericiliyinə görə müharibə cinayətləri törətməkdə ittiham olunurlar və bugün Bakıda həbsdədirlər. Amma təəssüf ki, Avropada burada bəzi siyasi və media dairələri onları dırnaqarası siyasi məhbus və ya vicdan məhbusu kimi təqdim etməyə çalışırlar. Bu, təbii ki, açıq şəkildə reallığın, faktın təhrif olunmasıdır. Çünki burada söhbət hər hansı bir siyasi baxışlarına görə saxlanılan şəxslərdən yox, konkret cinayətlərdə ittiham olunan və hüquqi prosesə cəlb edilmiş şəxslərdən gedir. Azərbaycan bu məsələdə təbii ki, beynəlxalq hüquqa uyğun şəkildə hərəkət edir və bu proses hüquqi müstəvidə davam etdirilir. Ancaq buna baxmayaraq, Azərbaycana qarşı, ölkəmizə qarşı informasiya təzyiqi və təbliğat kampaniyası bugün Avropa platformalarında davam etməkdədir və biz məhz buna görə də burada
Strasburqda bu sessiyalarda iştirak etmək, baş verən müzakirələri yaxından izləmək və təbii ki, Azərbaycanın haqlı mövqeyini yerindəcə çatdırmaq üçün buradayıq. Növbəti günlərdə Aşbada keçirilən müzakirələr, edilən çıxışlar və kulis arxasında gedən proseslərlə bağlı ən aktual məqamları məhz sizlərlə bölüşəcəm. Odur ki, izləməkdə davam edin. Strasburqdan salamlar və saygılar.